Şeyx, burada sual verən soruşur ki, murciyalar ilə ixvanlar kimlərdir? Murciələr olardı ki, imanı əməli imandan ayırıblar. Bəli. Hansı ki deyirlər ki, günah imana təsir eləmir, zəiflətmir. Hansı ki deyirlər ki, iman artmaz, azalmaz. Hansı ki deyirlər ki, imanda istisna yoxdur. Hansı ki deyirlər ki, iman bütöv kamildir, mərtəbələrdən ibarət deyil. Və s. Sonra kim? Murciya bir ixvanlar, bəli. İxvan isə, ixvan içində hər şey var. Sufidə var, murciyədə var, əşari də var, xavariclərdə cürübəcə bütün növlər, hamısı ixvandır olan, kökü hamısı ixvandır. Hizbilərin hamısı ixvandır kökü. Hamısı. Hamısı onlar lap bərbad gündədirlər. Mənhəcləri görürsən, sufi də əqidə, amma mənhəci ixvan. Həm də mənhəc eynidir hamısında. Bəli. Hakimiyyə. Hakimiyyə. Hamısında.